Salam dostlar, kanalımıza xoş gəldiniz. Deməli bugün sizinlə biz belə bir video paylaşmaq istəyirdik. Bu deməli şlifoka aparatıdır. İşlədiyimiz yerdə bu vibrasiyonu işləməlidir. Bu işlədir Lagonda kimi birbaşa vibrasiyasız. İndi biz bunu sökək görək bunun problemi nədir. Sizlə də bölüşək. Deməli dostlar, sökmək üçün şlifokanı çıxardırıq. Burada 3 dənə belə baxın. Şistigranik şuruplarımız var balaca. Onları açıb yüzünü çıxardırıq, sonra paçevniki var onu sökəcəyik. Deməli dostlar 3 ədəd şurupu açırıq və bunu belə çıxardırıq. Baxın, şistigranik şuruplar. Bunu qoyuruq kənara. Bunu açdıqdan sonra bunun içində paçevnik var. Baxın. Yaxşı işləmir. Onu biz çıxardıb dəyişəcəyik. Bu şurupu açırıq. Bunu belə çıxardırıq. Sonra biz buradan bunu çıxartmaq istəyirik. Deyirsiniz ki, birdən o niyə təmizdir? İşləyirdinsə. Mən bunun hamısını söküb dəyişmək istəyirdim. Sonra birdən yadıma düşdü ki, sizlə də paylaşım. Ona görə hamısı təmizdir. Bu içində paçevnik var, onu çıxartmaq lazımdır. Deməli dostlar, biz bunu belə üst qırışıqdan çıxardırıq. Paçevniki buradan vurub çıxardırıq, altından bir şey qoyub. Bu da onun altının şaybasıdır. İşləmir, görürsünüz. Paçevniki yenirik, tullayırıq metallını və onun yerinə qoyuruq təzə paçevnikimizi. Deməli dostlar, kim bilmirsə, paçevnikin nömrəsi 6202. Sonra da dostlar bunu təzədən söktüyümüz qayda ilə yığırıq. Bunu qoyuruq bura. Onu da kimdəsə diski varsa diskidə, yoxdursa yavaş-yavaş üstündən vura-vura oturturuq bura. Üstündən də qapağını qoyuruq. İndi onu yığıb göstərəcəm sizə. Bunu bu qaydada yığırıq, oturturuq. Baxın, burada bir balaca elə bir məsafə qalıb. Çəkicdən belə hər tərəfdən oturur. Bəli, oturdu. Bunu gətiririk. Qoyuruq öz yerinə. Deməli dostlar, onu otuzdururuq. Onu oraya qoyub üstündən yavaş-yavaş taxta ilə vurub tutmaq olur. Ya rezin çəkic varsa, rezin çəkiclə vurun. Rahat otuzdurun. Sonra bu şurupu bağlayırıq. Yaxşı sıxacaq indi bura. Bəli, bunu bağladıq. Burada fırlanır. Altı da belə fırlanır. Bu onun üçündür ki, bu işləyəndə bu fırlanır, bu vibrasiya verir. Bağlayırıq. Deməli belə dostlar, aparatımızı yığdıq. Bu da bizim bir balaca bir gördüyümüz işdir. Xahiş edirik kanalımıza abunə olun, like edin, paylaşın ki, hamı görsün və yararlansın bizim işlərimizdən. Çox sağ olun, təşəkkürlər.